Hamımızda belə bir şey var. Oturuq televizora baxırıq. Niyə pultdan gəlmişəm ona görə deyirəm. Və televizora baxanda biri birindən alır pultu və başlayır çevirməyə. Hamımızda olub da, ver mən baxıram da, ver mən baxıram, ver mən baxıram. Və təsəvvür eləyin 4 dənə kanalı dalbadal dəyişsəz maraqlı bir aralarında diyaloq alınır. Mən televizoru bir dənə gətirim, çox üzr istəyirəm, bir dənə televizorumuzu gəl. Bu televizordur, təsəvvür eləyin də, niyə olanımız budur. Saxlı düz tutubsan kanalı. Kimdən yoxlayaq, hələ nağdı. Hala, uca ilişdi, bu daşını dişləmək lazım. Bəlkə belə eləyim. Deyəndə bu çevirmə adım axı, görürsən, bax. Çık eləyərəm. İnansız hələ bir-birimizi təzə tanıyırıq. Yəni, yarım saat burada görmüşəm bu televizoru. Soğuşdurublar mı? Hə. Yaxşı işləmir. Başlayaq. Görək nətər alınır. Yaxşısan, söv. Getdik. Show business. Aha. Salam, hər vaxtınız xeyirli olsun. Show business xəbərləri efirdədir. Bu yaxınlarda hamımızın yaxşı tanıdığımız müğənni Bülent Ersoy səhnəyə çılpaq gəlir. Yenicə doğulmuş körpəni həkim soyunub geyinmə otağında son təlimatlarını verərək meydançaya buraxır. Rəqib komandanın hücumçusu isə göbələyin üstünə Holland pendirini yaxır. Onu txovkaya qoyur. Ondan sonra soyuducudan badımcan turşusunu götürüb Dima Bilan alqış sədaları altında səhnəyə çıxdı. O səhnəyə çıxan an özünü batırır. Özünü batıran uşağın altını təmizləyib, təzədən pampersini geyindirib, yenidən meydançaya buraxırlar. Lakin zədə alan futbolçu hələ də yerdə uzanıb. Budur, həkimlər ona yardım etmək üçün onun ayağına ehmalca mayonezi yaxıb, falqaya bürəliyib kənara qoymaq lazımdır. Sonra 2 ədəd xiyar, 4 ədəd pomidor, 6 ədəd badımcan və 2 dəstə kişnişi götürüb Dipçək adlı xor dərnəyi yaratmaq lazımdır. Hələ ki yeni olan uşağı həkim ehmalca yerə qoyub 11 metrlik cərmə zərbəsi vurur. Oyuncunun başına dəyən topu xırda-xırda doğrayıb qazana doldurmaq lazımdır. Sonra inəyin başına tükəkdirən Elariz Məmmədoğlu ABŞ-dan Meksikaya köçmək qərarına gəlib. O bu fikrə hamiləlikdən sonra düşdü. Doğuş ağır keçərsə, həkim qadına qırmızı kart verir və o meydançanı tərk edir. Meydançanı tərk edə o hakimə xiyar, qaşqaldaq, bal qabaq, bunları götürüb yaxşıca yuyuruq, tərtəmiz olan müğənni otellərin birində hamamdan çıxarkən yaxalandı. Çimərlik paltarında kameralarımıza yaxalanan müğənnini yavaşca baş üstə çevirib, arxasına 3-4 dənə şillə vurmaq lazımdır. Ondan sonra ağlayan, yeni doğulmuş uşağı məşqçi öz yanına çağıraraq onu damlayır. O qapıya bir də qol buraxdığı tədqirdə onun çalatını çıxardı, yerinə ləvəngi doldurmaq lazımdır. Sonra isə qazanın ağzına sarımsaq iyi gələn müğənni tədbirə buraxılmadı. O buna etiraz olaraq keyseriya əməliyyatı elətdirmək qərarına gəldi. Nəticədə 11 uşaq anası olan qadın fanatlar tərəfindən alqışlarla qarşılandı. Ronaldonun bu hərəkətinə görə rəqib komandanın oyunçuları onu xaşa dəvət edir. Xaşa dəvət edən tamaşaçımıza öz minnətdarlığımızı bildiririk. Bax, bu cür tamaşaçıları qəzəbinə tuş gələn Tarkan bu məsələ haqqında danışmaq istəmədi. Bax belə, bununla da bizim verişimiz sona nənə 96 yaşında dünyaya uşaq gətirdi. Və o sonuncu dəfə fit çaldı. Və budur, bununla da bizim oyunumuz sona çatdı. Sağ olun, gecəniz xeyrə qalsın.